Şagirdlər, mən bugün sizə ədad mövzusunun izahını verəcəm və ədadla bağlı ən vacib məqamlara toxunacağam, hansı ki, ədadın anonimliyi və ədadla bağlı ən xırdalıqları izah edəcəm. Ədadın məna növlərini deməyəcəm, çünki ədadın məna növləri bütün qayda kitablarında var. Sadəcə biləsiniz ki, ədad sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirir, onları daha da təsirli edir. Deməli, ədadın anonimliyi. Ha ədatı həm qüvvətləndirici, həm də əmr ədatı kimi çıxış edir. Görək, ha nə zaman qüvvətləndirici, nə zaman əmr ədatı kimi çıxış edir. Əgər ha fiilin əmr şəklindən sonra gələrsə, əmr ədatı digər hallarda qüvvətləndirici ədat kimi çıxış edir. Məsələn, baxırıq. Deyirəm ha, gəl ha, oxu ha. Görürsünüz, fiilin əmr şəklini artırılıb. Burada əmr ədatıdır. Ancaq deyirəm ki, yazmalısan ha, gəlməlisən ha. Burada isə fiilin vacib şəklinə, fiilin lazım şəklini artırıb, burada isə qüvvətləndirici ədatı kimi çıxış edir. Deməli, ha qüvvətləndirici və əmr ədatı kimi çıxış etdi. Qüvvətləndirici ədatı kimi çıxış edəndə, əmr ədatı kimi çıxış edəndə fiilin əmr şəklinə qoşulur. Qüvvətləndirici ədatı kimi digər hallarda qüvvətləndirici ədatı kimi çıxış edir. Sonra gəlirik da. Da həm bağlayıcı, həm ədat kimi çıxış edir. Əgər cümlədə sadalama varsa, burada bağlayıcı olur və əsasən xəbərdən əvvəl gəlir. Bağlayıcı olanda əsasən xəbərdən əvvəl gəlir. Ədad olanda isə xəbərdən sonra gəlir və sözün cümlənin təsir gücünü artırır. Məsələn, deyirəm ki, sən də gəl. Görürsünüz, sadalayır. Məsələn, o da, bu da, sən də gəl. Yəni, o sadaladıqları şəxslərin içində sən də varsan, sən də gəl. O da gəlsin, sən də gəl, sən də yaz, mən də gəlim, nə bilim, mən də oxuyum. İndi biri var, deyirəm ki, görürsünüz, xəbərdən əvvəl gəldi. İndi deyirəm ki, gəl da, oxu da. Xəbərdən sonra gələndə əsasən xəbərdən sonra gələndə isə burada olur əmr ədatı. Bir də asan bir variant deyim. Burada gəl da, oxu da yazanda, gəl dana, oxu dana ilə əvəz edə biliriksə, burada ədatdır. Danı əvəz edə bilmiriksə, əsasən xəbərdən əvvəl gəlirsə, burada isə bağlayıcı kimi çıxış edir. Sonra deməli dedik, ha fiilin həm qüvvətləndirici ədatdır, həm əmr ədatıdır. Ha əgər fiilin əmr şəklindən sonra gəlirsə, əmr ədatı, digər hallarda qüvvətləndirici ədat kimi çıxış edir. Da həm bağlayıcı, həm ədat kimi çıxış edir. Da bağlayıcı kimi çıxış etdikdə burada sadalama intonasiyası olur. Əsasən xəbərdən əvvəl gəlir. Xəbərdən sonra gəldikdə isə ədat olur və dana ilə əvəz edib daha asan variantda tapmaq olur. Sonra ki həm bağlayıcı və ədat olur. Görək ki, nə zaman bağlayıcı, nə zaman ədat olur. Əgər ki yazıram ki, yadımda qalsın. Yadımda qalsın. Yazıram ki, yadımda qalsın. Ki bağlayıcı olanda əsasən feildən sonra gəlir. Əsasən. Ədat olanda əsasən əvəzliklərdən, adlardan sonra işlənir. Məsələn, deyirəm ki, yazıram ki, yadımda qalsın. Bu burada bağlayıcıdır.
Baxın, görürsünüz, mən əsasən dedim, əsasən feildən sonra gəlir. Yazıram ki, yadımda qalsın, burada bağlayıcıdır. Yazıram ki, deyirəm ki, sən məni eşidəsən. Burada bağlayıcıdır. Ədat olanda isə əsasən adlardan, əvəzlikdən sonra gəlir. Məsələn, deyirəm ki, sən ki bunu bilirdin, görürsünüz, əvəzlikdir. Sən ki bunu bilirdin. O ki belə deyildi. Sən ki bunu bilirdin, o ki belə deyildi. Sonra nə deyə bilərik? O da məni eşitmir. Deməli, sən ki bunu bilirdin, o ki belə deyildi, o da məni eşitmir. Burada isə bu sözlərdə daha ədatdır. Deməli, bağışlayın ki ədatdır. Burada yazdım. O ki məni eşitmir. O ki məni eşitmir. Burada ki ədatdır. Deməli ki bağlayıcı və ədat kimi işlənir. Sonra keçirik. Deməli, hanı dedik, danı dedik, kini dedik. İndi ancaq. Ancaq. Ancaq da həm bağlayıcı kimi işlənir, həm ədat kimi işlənir. Ancaq amma ilə əvəz edə biliriksə, burada bağlayıcı, amma ilə əvəz edə biliriksə, bağlayıcı, tək, təkcə, təkcə ilə əvəz edə biliriksə, yalnızla əvəz edə biliriksə, burada ədat olur. Bir də deyirəm, ammanı ancaq amma ilə əvəz edə biliriksə, bağlayıcı, təkcə, yalnız ilə əvəz edə biliriksə, burada ədat olur. Məsələn, yazıram ki, mən dedim, ancaq o eşitmədi. Mən dedim, amma qoya bilirik. Baxın, mən dedim, amma o eşitmədi, ancaq o eşitmədi. Bir də var, deyirəm ki, ancaq sənə inanıram. Ancaq sənə inanıram. Ancaq sənə inanıram. Ancaq sənə inanıram. Yalnız sənə inanıram. Təkcə sənə inanıram. Tək sənə inanıram. Görürsünüz, burada olur ədat. Ancağı, bir də deyirəm, ancağı yalnızla təkcə əvəz edə biliriksə ədat. Yox, ancağı amma ilə əvəz edə biliriksə, bu zaman burada bağlayıcı olur. İndi bir. Bir sözü həm say, həm ədat olur. Əgər biri 2 ilə əvəz edə bilirəmsə, say, əvəz edə bilmirəmsə, ədat olur. Məsələn, deyirəm ki, bir danış da, bir danış da, 2 danış da deyə bilirəm, yox. Deməli, burada ədatdır. Deməli, burada ədatdır. Bir də var, deyirəm ki, belə də deyə bilərəm, bir imkan ver da. Bir imkan ver. 2 imkan ver deyə bilirəm, yox. Burada ədatdır. Sonra deyirəm ki, onun bir bacısı var. Yəni, bir bacısı var. Bacısı birdir. Yəni, bir nəfər bacısı var onun. Onun 2 bacısı var, onun 3 bacısı var. Burada isə saydır. Deməli, bir say və ədat kimi çıxış edir. Bir, sözün cümlənin təsir gücünü qüvvətləndirəndə ədat və biri 2 ilə əvəz etdikdə isə say olur. Sonra keçirik tək.
Tək işlənir fiil, sifət, zərf, ədat. Ümumiyyətcə tək yox, tək fiil kimi işlənmir. İndi sayacağım. Tək, düz, əsl. Bunlardan bəziləri ümumiyyətcə fiil, sifət, zərf və ədat kimi işlənir. İndi baxaq, buradan düz bir dənə fiil kimi işlənir. Tək işlənir sifət, tək adam özündən sonra isim gəldi. İşlənir zərf, tək otur, nə tərzdə özündən sonra fiil gəldi. Bir də işlənir ədat kimi. Tək sən gəl. Tək sən gəl. Əgər təki yalnızdan əvəz edə biliriksə, bu zaman burada ədat tək sən gəl, yalnız sən gəl. Və nə tərzdə sualına cavab verirsə zərf, necə sualına cavab verirsə isə, bu zaman burada sifət olur. Təbii ki, həm də özündən sonra isim gəlirsə sifət olur, özündən sonra fiil gəlirsə zərf olur. Deməli, təki dedik, indi düz. Az öncə qeyd etdiyim düz, fiil kimi də işlənir. Deməli, düz işlənir fiil, düz işlənir sifət, düz işlənir ədat. Baxıram, deyirəm ki, düz söz, sifət, düz danış, düz danış zərf, düz mənim yanımda oturdu, düz mənim yanımda, düz mənim yanımda oturdu. Burada isə zərf kimi işlənir. İsmə aid olduqda sifət, düz insan, düz yol, düz yer. Feilə aid olduqda zərf və ədat olduqda isə sözün cümlənin təsir gücünü qüvvətləndirir. Ümumiyyətcə, ədatı, bütün ədatları cümlədən çıxardanda, əgər məna dəyişmirsə, həmin o sözlər ədatdır. Yəni, ən asan fərqləndirməyi digər nitq hissələrindən belə olur. Ümumiyyətcə, ədat sözün cümlənin təsir gücünü qüvvətləndirir deyə onu cümlədən çıxartmaq da olar. Mənim yanımda oturdu. Burada adi bir cümlədir. Düz mənim yanımda oturdu. Artıq sözün cümlənin təsir gücünü qüvvətləndirdik. Ondan da bilmək olar. Məsələn, düz sözdə mən düzü çıxartsam, söz cümlə mənası itir. Düz danışda mən düzü çıxartsam, danış cümlə mənası itir. Bilmirik, düz danış, səhv danış deyir. Ona görə ədatdan ancaq çıxartdım. Düz mənim yanımda otur. Mənim yanımda otur. Elə bilim onu çıxartmışam. Mənim yanımda otur. Bu zaman burada düz sözü cümlədən çıxartdıq. Cümlənin mənası dəyişmədiyinə görə sadəcə təsir gücü azalır. Bu zaman burada ədat olur. İndi baxaq, əsl. Əsl işlənir sifət. Əsl işlənir ədat. Deyirəm ki, əsl dost. İsmə aid olduğu üçün sifət. Əsl mən deyən adamdır. Əsl mən deyən adamdır. Burada da oldu ədat. Görürsünüz, mən deyən adamdır. Cümlədə məna dəyişmədi, yalnız təsir gücü azaldı. Əsl mən deyən adamdır. Burada oldu ədat. Deməli, əsldə sifət və ədat kimi işlənir. Sonra nəyi deyə bilərik? Deməli, indi keçək fiil və ədat kimi olan sözlərə. Qoy. Qoy fiil kimi,
Deyirəm ki, qoy ədat kimi. Deyirəm kitabı yerinə qoy. Kitabı yerinə qoy. Kitabı yerinə qoy. Burada nə oldu? Feil. Nə etdi sualına cavab verdi. Feil oldu və əsasən feil olanda cümlənin sonunda gəlir. Bir də var deyirəm ki, qoy sən deyən olsun. Qoy sən deyən olsun. Baxın, sən deyən olsun məna dəyişmədi. Qoy sən deyən olsun məna dəyişmədi. Sadəcə cümlənin təsir gücü. Kitabı yerinə, indi tutaq ki, biz bu qoyu buradan götürürük. Nə et? Kitabı yerinə nə? Kitabı yerindən götür, yerinə qoy. Görürsünüz, feil olanda cümlənin mənası itir. Ədat olduqda cümlənin mənası itmir. Gəlsənə. Gəlsənə də ədat və feil kimi işlənir. Deyirəm ki, gəlsənə bizə gedək. Gəlsənə bizə gedək. Burada ədatdır. Baxın, bizə gedək. Məna dəyişmədi. Bir də var deyirəm ki, bugün bizə gəlsənə. Bugün bizə gəlsənə. Burada ədat. Bugün bizə. Gəlsənəni çıxarsaq nə? Bugün bizə nə? Yəni cümlənin mənası itir. İndi keçək əvəzlik və ədat kimi. Əvəzlik və ədat kimi. Əvəzlik və ədat kimi işlənən sözlər nə? Necə? Elə? Belə. Bu sözlər əvəzlik və ədat kimi işlənir. Məsələn, deyir, əgər sual verirsə, cavab tələb edirsə əvəzlik, deyirəm ki, nə istəyirsən? Nə istəyirsən? Burada əvəzlik, deyirəm ki, nə gözəl mənzərədir? Nə gözəl mənzərədir? Burada isə ədatdır. Və yaxud da eləyə deyək. Deyirəm ki, elə mən deyən adamdır. Mən deyən adamdır. Elə mən deyən adamdır. Baxın, mən deyən adamdır. Məna dəyişmədi. Elə mən deyən adamdır. Məna dəyişmədi. Ədat. Bu da qələm yazmadı. Ədat. Elə dost. Necə dost? Elə dost. Elə danış. Hətta burada elə danış. Zərf də olur. Elə dost. Necə dost? Elə danış. Necə danış? Elə adam. Elə adamı tanımıram. Burada elə dost, elə adam əvəzlikdir, sifəti əvəz edən əvəzlikdir. Məsələn, elə danış əvəzlikdir, sifət əvəz edib. Elə dost, sifət əvəz edib. Elə danış zərfdir, belə danış zərfdir. Məsələn, beləyə aid deyək. Belə. Deyirəm ki, anası belə onu tanımadı. Anası belə onu tanımadı. Burada ədat, anası onu tanımadı deyə bilərik. Bir də var deyirəm ki, belə insan necə insan? Bu da yenə sifəti əvəz edən əvəzlik. Belə danışır. Belə danışır. Burada da zərfi əvəz edən əvəzlikdir. Necə danışır? Zərfi əvəz edən əvəzlikdir. Sonra qoşma və ədat kimi
sözlərə baxaq. Ca. Ümumiyyətcə ca həm rusca, ingiliscə leksik şəkilci kimi də işlənir. İngiliscə leksik şəkilci kimi də işlənir. Ca əgər kimi canı kimi qədərlə əvəz edə biliriksə, bənzətmə qoşması deyirəm ki, uşaqca ağlın var. Uşaqca ağlın var. Yəni uşaq kimi ağlın var. Yəni uşağa bənzətdi onun ağlını. Uşaq kimi ağlım var. Canı kimi ilə uşaq qədər ağlım var. Uşaq kimi ağlım var. Canı kimi ilə qədər əvəz edə biliriksə bənzətmə və görə ilə əvəz edə biliriksə istinaddır. Deyirəm ki, bu mətn məzmunca, yəni məzmununa görə ora istinad eləyirəm. Məzmununa görə digərindən maraqlıdır. Daxıra kimi yazmıram, vaxt getməsi maraqlıdır. Deməli, canı kimi ilə qədərlə əvəz edə bilirəmsə, oldu bənzətmə. Görə ilə əvəz edə bilirəmsə, oldu istinad qoşması. Bir də dedik ki, rusca, ingiliscə, fransızca, bu zaman burada olur leksik düzəldən leksik şəkilci, yəni cümlədə olur leksik şəkilci. Sonra yenəyə baxaq. Yenə deyirəm ki, yenə zərf və ədat kimi çıxış edir. Zərf və ədat kimi çıxış edir. Əgər desəm ki, yenə gəldi, deyirəm ki, yenə gəldi. Nə zaman sualına cavab verəndə zaman zərfi olur və sözün cümlə təsir gücünü qüvvətləndirəndə isə qüvvətləndirici ədat olur. Bağışlayın, ədat olur. Deyirəm, yenə gəldi. Burada yenə gəldi. Nə zaman gəldi? Nə zaman görürsünüz? Burada olur zaman zərfi. Bir də var, deyirəm ki, yenə yazma, daha yazma. Əgər yenəni daha ilə əvəz edə biliriksə olur ədat. Bax, deyirəm, yenə gəldi. Nə zaman gəldi? Yəni yenə gəlib, yenidən gəlib zaman zərfi. Zaman zərfi. Yenə yazma, daha yazma. Burada isə olur. Daha ilə əvəz edə biliriksə olur ədat. Deməli, yenə daha ilə əvəz edə biliriksə olur ədat. Ancağı səhv etmirəmsə dedim, unudub deməmişəmsə bir də deyək. Ancağı amma ilə, demişəm, ancağı amma ilə əvəz edə biliriksə bağlayıcı, əvəz edə bilmiriksə ədat. Biri də dedim ki, biri 2 ilə əvəz edə biliriksə say, əvəz edə bilmiriksə ədat. İndi bircəyə gəlir. Burada bircəyə aid deməli maraqlı bir nüans var. Bircə. Bura mən belə bir cümlə yazıram. Bircə dostum gəlib. Bunu biz iki cürə düşünə bilərik. Biz bilmirik ki, onun bircə yalnız dostum gəlib deyir, yəni dostumdan başqa heç kəs gəlməyib. Yalnız dostum gəlib deyir, yoxsa bircə dostum gəlib. Bircəni 2 ilə əvəz edə bilirəmsə saydır, yalnız sözlə əvəz edə bilirəmsə ədatdır. İndi burada biz bilmirik ki, yalnız dostum gəlib, yəni dostumdan başqa heç kim gəlməyibdir. Biz bilmirik ki, bu yalnız ədatdırmı, yoxsa bircə dostum gəlib, yəni bir nəfər dostum gəlib, yoxsa saydır. Deməli, burada bircə
yalnızla əvəz edə bilsək olacaq ədat. Hansı ki, hər ikisi əvəz edə bilirik. 2C əvəz edə bilsək olur say. Və əgər bu burada biz bircə dostum gəlib, yəni yalnız dostum gəlib desək, o zaman burada bircənin bütöv özü ədat olur. Bircənin bütöv özü ədat olur. Yoxsa bircə yalnız bir nəfər dostum gəlib deyirsə, o zaman burada bir saydır, C ədatdır. Yəni ədat saya artırılıbdır. Sonra görək nə qaldı əziz şagirdlər. Deməli, canı dedik. Ca ümumiyyətcə sifətə, zərfə, saya qoşulursa ədatdır. Sifətə, zərfə, saya qoşulursa ca ədatdır. Məsələn, baxın, deyirəm ki, yaxşıca. Görürsünüz, zərfə qoşuldu. Deməli, ədatdır. Sifətin çoxaltma dərəcəsini düzəldən ədatdır. Yaxşıca. Sonra deyirəm ki, xırdaca. Xırdaca, baxın, ədatdır. Yaxşıca, xırdaca, sakitcə, sifətə qoşulub ədatdır. Yaxşı necə, xırda necə, ədatdır. Ca zərf düzəldən leksik şəkil çəkimdə çıxış edir. Türkcə, rusca, ingiliscə. Bir də casınanın qısaldılmışı var. Baxın, buna diqqətlə fikir verin. Casınanın qısaldılmış. O qəhrəmancasına, baxın, casına. Qəhrəman sözün kökü qəhrəmancasına. Burada casınanın qısaldılmışıdır. Qəhrəmancasına həlak oldu. Casınanın qısaldılmışıdır. Ca ismə əvəzliyi artırılırsa, onu digər qoşmalarla əvəz edə bilir. Ca sifətə, zərfə, saya artırılanda ədat olur. İsmə və əvəzliyi artırılanda isə qoşma olur. Ancaq onu digər qoşmalarla əvəz edə biliriksə. Canın tərkibində ca ünsürü olan sözlər var. Bəzi sözlərdə, məsələn, birləşib onlar modal söz yaradır. Bizcə. Bu modal sözdür. Baxın. Bizcə. Fikrimizcə. Bizcə, fikrimizcə. Burada ca modal sözdür. Bizcə, fikrimizcə. Ca modal sözdür. Bir də ca fiili bağlama ınca şəkilçisi var. Inca. Bunu çox vaxt ca ilə qarışdırırlar. Məsələn, deyirəm ki, qar əriməyincə çölə çıxmayın. Çölə çıxmayın. Baxın, qar əriməyincə. Burada ınca fiili bağlama şəkilçisidir bu, ınca. Qar əriməyincə çölə çıxmayın. Ne bilim, yağış kəsməyincə çölə çıxmayın. Qar əriməyincə yola çıxmayın. Burada ınca fiili bağlamadır. Yəni canı nə casına ilə, casına zərf düzəldən, nə də canı ınca fiili bağlama şəkilçisi ilə qarışıq salmayın. Belə əziz şagirdlər, deyəcəyim hələ ki bu qədər. Bunlar ədatla bağlı xırdalıqlardır. Bunları qeyd şəklində bir kənara yazsanız və bunlara diqqət etsəniz, ədatla bağlı olan testlərdə yəni heç bir zaman səhviniz olmayacaq. Kanala abunə olun, zəhməti dəyərləndirin. Hər hansı bir sualınız olarsa, hər hansı bir yeni bir fikriniz olarsa, yorumlarda rəy yazmağı unutmayın. Təşəkkür edirəm qulaq asdığınız üçün.